Demo Day nümayiş günü gəlib çatdı. Artıq kursda öyrəndiklərimizi real startup ideyasına tətbiq etmək, komanda ilə çalışmaq bacarığımızı professorlarımız qarşısında təqdim etmək zamanı idi. Bizim komandamızın ideyası belə idi. Şagirdləri və tutorları onların xarakterinə əsasən bir-biri ilə uyğunlaşdırmaq və eyni zamanda həmin dərslərin keçirildiyi platformanı, booking sistemi, video zəngləri, sənəd paylaşımı üçün vahid bir workspace yaratmaq. Sadə görünə bilər, amma komanda ilə işləmək, sənədləri hazırlamaq və ideyanı təqdim etmək ciddi təcrübə tələb edir. Prezentasiyamızı uğurla icra edə bildik və sertifikatlarımızı əldə etmək hüququ qazandıq. Təbii ki, dərslərdən əlavə maraqlı sosial həyat da vardı. Əsasən axşamlar kampusun müxtəlif məkanlarında aktivitetlər keçirilirdi. Oyunlar, danışıq gecələri, diskussiyaları və ən önəmlisi yeməklər. Orada tanış olduğum bəzi dostlarla sıx əlaqələr qurdum. Bu da proqramın verdiyi ən önəmli faydalardan biri networking hissəsi idi. Tanışdığımız qısa zamanda da olsa da, oxşar düşüncə tərzinə malik insanlarla paylaşdığımız fikirlər, yaşanmış xoş xatirələr bizi doğmalaşdırdı. Yeni dostlarımla UPenn dormunda keçirdiyim 16-cı ad günüm unudulmaz ad günlərindən biri idi. Happy birthday